Hər gün minlərlə xəstəyə düzgün dozada və düzgün miqdarda dərman təyin edilir, lakin xəstələr bu dərmanları qəbul edirmi? 30-50% ehtimalına statistika göstərir ki, xəstələr təyin edilən dərmanları qəbul etmir. Gəlin araşdıraq, görək bunun səbəbi nə ola bilər? Mən özüm üçün də notları almışam, sizlə onları paylaşmaq istəyirəm. 1. Özümü yaxşı hiss edirəm, artıq dərman içməyə ehtiyacım yoxdur. 2. Dərmanı tapa bilmirəm, əlçatan deyil, dərmanın qiyməti bahadır, bu kimi səbəblər. 3. Gündəlik həyatın xaosu içində xəstə bəzən dərman içməyi unudur. 4. Dərmanın yan təsirlərindən qorxur. 5. Dərmanı niyə içdiyini bilmir, nə üçün müalicə qəbul etdiyini mənasını anlamır. Bunlar nəyə səbəb olur? Onu araşdırdığımız zaman xəstənin xəstəliyi xronikləşir, ağırlaşma ehtimalı artır, həkim və xəstə arasındakı etibar zədələnir. Həmçinin xəstəlik üçün sərf olunan xərcin miqdarı çoxalmış olur. Bəs biz nə edə bilərik ki, xəstələr təyin edilən dərmanları düzgün vaxtında və təyin edilən dozada qəbul etsinlər? Burada əsas məsələ həkimə düşən yüklər var, bir də xəstə tərəfindən olan çətinliklər var. Həkimin öhdəsinə düşən odur ki, vicdanlı, dəqiq, tam diaqnoz qoyaraq dərman müalicəsinə başlasın. Xəstə isə həkimi ilə beynindəki bütün sualları cavablamağını istəsin. Həmçinin yan təsirlər haqqında həkimindən məlumat alsın. Başqa xəstələrin orqanizmi ilə xəstənin orqanizmi eyni deyil. Ona görə də yan təsirlər və ya əks təsirlər hamıda eyni olmaya bilər. Biz tez-tez rastlaşırıq ki, xəstə deyir ki, qonşum bunu içdi, ondan sonra belə oldu. Qonşum deyir ki, bunu içsən gözlərin zədələnər. Təyin edilən dərmanlar yarar-zərər prinsipi ilə təyin edilir. Ona görə də bu prinsipi pozmadığı müddətcə həkim xəstədə təbii ki, heç bir ağırlaşma görmüş olmur. Ona görə də dərmanlarınızı düzənli için, xəstənin dərmana olan münasibəti həkiminə, gələcəyinə və öz bədəninə olan münasibətinə bərabərdir.